İndi biz boşanmalardan danışdıq. Məsələnin bir tərəfi boşanmadır. Bir tərəfi də bayaq qeyd elədiyimiz kimi evliliklərin azalmasıdır. Deməli, evliliklərin azalmasında məsələ nədir? Burada sosial maddi səbəblərin rolu var, amma necə rolu var? Gənclər və bizim elə gənclər olmasın, valideynlər sanki böyük dəbdəbəli toy etmək, bahalı cehiz almaq, mütləq oğlana ev almaq, o qədər belə tələblər qoyurlar ki, gənclər bunun öhdəsindən gələ bilmir. Yəni, olmazmı ki, sadə qaydada az xərcli bir toy edərək, çox dəbdəbəyə, o bahalı əşyalara ehtiyac olmadan, normal bir ailə mənəvi dəyərlər üzərində qurulsun da, maddi zənginlik üzərində yox. Təcrübə də göstərir ki, o bir məşhur söz vardı, deyir ki, toy nə qədər dəbdəbəlidirsə, boşanma o qədər tez baş verir. Deməli, sadə formada olmazmı ki, hamı milyoner olmalıdır ki, mütləq böyük bir dəbdəbəli toy eləsin. O biri tərəfdən, indi buna da cavab verəsin, bununla bağlı bir məqam da var. Mütləq deyirlər ki, evlənəndən sonra da bir uşaqla kifayətlənirlər. Deyirlər ki, biz bir uşağı yüksək səviyyədə böyütməliyik ki, yaxşı bir insan yetişdirək də. İkinci, üçüncü uşağa getmirlər. Burada məsələ nədir? İndi baxın, bizim böyük dahi şəxsiyyətlərimizin hamısı milyoner ailələrdən çıxıb. Ümumi liderimiz Heydər Əliyev milyoner ailədən çıxıb. Bizim böyük mədəniyyət xadimlərimiz, alimlərimiz, elm xadimlərimiz, nə qədər Azərbaycan qızıl fonuna daxil olan şəxsiyyətlər hansı ailələrdən çıxıb, neçə uşaqlı ailələrdən çıxıb? Kim bunlara izah edib ki, mütləq sən uşağı yüksək komfort şəraitdə, çox bahalı belə bir şəraitdə böyütməlisən, ona görə bir uşaq kifayətdir, 2-3 olmaz. Yəni, bu psixologiyanı necə dəyişmək olar? Həm o toy xərclərinin azaldılması, həm də ailələrdə uşaq sayına baxışı necə dəyişmək olar? Bilirsiniz, yəni dərdimiz o qədər çoxdur ki, bilmirsən hardan başlayasan. Bax, bu toylarla bağlı deyirsiniz, yaslarla bağlı deyirsiniz. Yəni, bizim bu toy fəlakət. İfratçılıqdır tam. Fəlakət. Gedirsən, o qədər masada yemək. Yəni, baxın, son vaxtlar bəzi toylarda gəlini girov götürürlər. Siz deyən kimidir. 100 minlərlə müğənnilərə pul, 100 minlərlə yeməklərə pul, sonra. Bu gəncin elə imkanı yoxdur. Yəni, sən yarım milyon, 1 milyon, 300 min, 100 min kredit götürürsən, toydan da borçla çıxsan, sonra. Sonra ailə 5 il 10 il kredit ödəmək. Yəni, biz bu yanaşmanı dəyişməyə nə vacibdir ki, sən toya 1000 adam çağırasın? Bəli, nə vacibdir ki? Nə vacibdir? Nə vacibdir ki, sən toya avtobusda, metroda qabağa kim çıxdı çağırasan? 100 nəfərlə də normal toy eləmək. Yəni 50 nəfər, 100 nəfər. Hər tərəfdən 50 nəfər, 100 nəfər. Yəni bəsdir də. Yəni biz bu yanaşmanı dəyişməliyik. Bilirsiniz, problem o qədər çoxdur ki, siz deyirsiniz, müğənnilər ən yaxşı müğənni gəlməlidir, yemək belə olmalıdır. Bahalı gəlin maşını, bahalı gəlin donu. Sonra bir ayamı, 2 ayamı, yarım ayamı, bir ilmi boşanır, bundan da hər şey bitdi. Bu bizə lazımdırmı? Olmazdırmı ki, bax o toyda yığılan pul bu gəncin evin məsələsinə həll olunsun, bu gəncin başqa bir qayğısına həsr olsun. Yəni biz bu barədə ciddi düşünməliyik. İllərdir danışırıq, deyirik, bu məsələni qaldırırıq. Amma elə bil ki, bu şeylər daşa divara deyir. Bunu inzibati olan həll eləmək olmur. Maariflənməklə də olmur. Bilirsiniz, bu belədir də. Mən sizə bir məsələni deyim də. Yəni burada əslində siz bir neçə məqama toxundunuz. Baxın, Azərbaycanda belə bir yanaşma var ki, hətta bizim həmkarlarda biz bunu inzibati yolla həll edə bilməliyik. Mən isə düşünürəm ki, bu mənim şəxsi fikrimdir. Biz bunu inzibati yolla tənzimləməsək, heç nəyə nail ola bilməyəcək. Yəni biz sözlə, tövsiyə ilə, 100 dənə sizlə veriliş təklif edir. Mümkün deyil. Bax, indi mən sizə deyim də, gedirsən toya, toydan evinə salamat gələn adam var, gəlirsən, səhərə kimi yata bilmirsən. Niyə yata bilmirsən? Yemək elə, su elə. Səs terroru bilir. Səs. Heç kim ona fikir vermir. Mən artıq o gedirsən, o qədər səs verirlər, elə bir kimsə çubuğu alıb sənin başa döyür. Yəni artıq bu toy deyil, bu şou mərasimidir. Yəni bu həyat deyil axı. Bax gedirsən, mən məsələn belə deyək də, son vaxtlar bizim həyatımız elə qurulub ki, dostlarla, qohumlarla ancaq toyda yasda görüşürük. Ya bəzi istisnalara çıxmalı. Məsələn, mən sizə sual versəm, tanış, biliş, çoxu ilə bu belə, hamımızın işi gücü var. İndi biz gəlmişik 2 dənə adam söhbət eləyə mümkün deyil. 2 dənə adam bu toydur, bu nədir? O boyda yemək kimə lazım? Bax, ətin kilosu qalxıb olub 30 manat. Olacaq da. Bu boyda gətirib masanın üzərinə sən əti tökürsən, kimə lazımdır? Kalbasası, saskası. Yəni, bu yanaşma dəyişməlidir. Təəssüf ki, bu toyumuzda da, yasımızda da bu belədir və düşünürəm ki, bu mənim şəxsi fikrimdir. Bilirəm ki, bundan çox razılaşmayacaq. Biz normalar fikirləşməliyik. Bəzi Orta Asiya respublikaları bunu deyəcəkdim. Qazaxıstanda, Qırğızstanda belə bir Tacikistanda norma, musiqinin səsi 80 tutaq ki 70 desibelə qədər ola bilər, misal üçün. Bu yəni başqa cür biz anlamırıq. Biz başqa cür başa düşmürük. Biz saat 2-əcən, 3-əcən sənin restoranda nə işin var?
Ailən, arvadın evdə təkdirsən, birəcən, ikəcən. Ümumiyyətlə, bu restoranları 11-dən sonra bağlamaq lazımdır. Bağlamaq lazımdır. Bəzən cinayətlər belə baş verir. Əlbəttə ki, baş verəcək. Səhərə kimi restoran olar, səhərə kimi yemək olar. Məsələn, içki, cinayətlərin 80-90% içkidir. Bunu İslam elə belə qadağan eləməyib var. İslam bunu ona görə qadağan eləyib ki, cinayətlərin çoxu, indi kimsə deyir, mən az içirəm. Baxın, statistika aparım. Mən araşdırmışam. Avtomobil qəzalarının çoxu ondan, qətillərin çoxu ondan, ailə münaqişələri. Nə tapmışıq biz bu içkilə? Ya indi hərdən birdən kimsə amma tabii bu nədir? Bu nədir yapıcı? Heç mən hələ onların keyfiyyəti məsələsinə toxunmuram. Yəni keyfiyyət nə vəziyyətdədir? Toylardakı yeməyin keyfiyyəti, suların keyfiyyəti, içkilərin keyfiyyəti, hamısı da o qiymətləndə. Baxın, yəni Azərbaycanda orta əmək haqqı 400-500-dür. İndi toylardakı qiymətlərə baxın. 500, 1000 manat. Bir ailə ayda 2-3 dəvətnamə gəldisə, onun bütün alətləri getdi. Çökürdə, üz-üzdən də utanır. Siz indi nə edə bilərsiniz? Yəni bu nə vaxta kimi davam edəcək? Yəni siz öz uşağınızın boğazından kəsəcəksiniz. Özdə qabaq gedirdin 50 manat yazdıra bilirdin, 100 manat, indi onu da yazdıra bilmirsən. İndi əgər yoldaşınla gedirsənsə 200 manat yazılmalısan. Ən az. Ən az. Yəni qiymətlər də nədir, baba? Ona görə bu məsələlərə mən düşünürəm ciddi bir formada biz tənzimlənməlidir, müəyyən düşünməliyik. Yəni birinci ən yaxşı olardı ki, cəmiyyət özü anlayardı ki, bu yanlışdır. Özü bundan imtina etsin. Daha yaxşı olardı. Ən yaxşısıdır. Amma bunu anlamırsa, inzibatçılıq artıq meydana gəlməlidir.